Və salatu vəssalamu alə Rasulillah. Allah hamd olsun, onun sonuncu Peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləm Allahın salamı olsun, salavatı olsun. Onun yolun düzgün şəkildə tutub gedənlərə Allahın salamı olsun. İlk öncə qardaşlarımın hamısını salamlayıram. Selamu aleykum və rahmetullahi və bərəkatuhu. Allah hamd olsun, Allah Taala müvəffəq eləyib. Elhamdülillah, qardaşlarla oturmağı bu Allahdan böyük bir nemətdir. Allah Taala'nı xatırlayırıq, Allah Taala'nı zikirləyirik və imanımızı təzəlirik. Allah Taala, qardaşlarım, Quran-ı Kərimdə, şərəfli kitabında buyurur ki, Əfələ yətədəbbərunəl Quran, əm alə qulubin əqfəluhə. Onlar Quranı tədəbbür etməzlərmi? Yoxsa onların qəlblərinə kilid mi vurulur? Necə insan Quranı tədəbbür edə bilər ki, o üzündən Quran oxuya bilmir? Necə insan Quran-ı Kərimi tədəbbür edə bilər ki, o ayələrin üzərində düşünüb fikirləşmir? İnsan necə Quran-ı Kərimi fikirləşə bilər ki? Necə tədəbbür edə bilər ki, o ərəb dilini bilmir və yaxud da oxuduğu surələrin gedib evdə tərcüməsini bilmir? Ona görə alimlər, Şeyx Abdullah Buxari, Allah onu qorusun, həmişə deyir ki, namazda kim ki istəyir ki, xuşusu artsın, hər dəfə qıldığı namaz öncəkindən daha fərqli olsun, qorxu içərisində qılsın namazı, o adam namazda olan surələri eynisini təkrarlamasın, hər dəfə dəyişsin. Namazda olan zikirləri, namazın aslı duasını, səcdədə olan duaları fərqli-fərqliləsin. Bu insana xuşu gətirir. Lakin ən böyük eyiblərdən biri, bizim ən böyük evlərimizdən biri neçə ildir qardaşlarımız ibadət edir, Allah Teala'ya itaət edir. Lakin görsən ki, Quran oxuya bilmir. Və hələ irəliyə doğru bir addım da yoxdur. Üzərindən neçədən Ramazan keçib, Quran ayıdır, görsən ki, Quran Kərimi oxuya bilmir. Bu insana sən necə deyə bilərsən ki, tədəbbürlə? Allah Teala deyir ki, onların qəlbləri qıfıllanır. Necə tədəbbürlə ki, mənasını bilmir insan Quran Kərimi oxuyanda. Amma bax ki, sahabələrə, Muhammed sallallahu aleyhi ve sellem, Xalid bin Valid radiyallahu anhu Quran-ı Kərimi götürər, deyərdi ki, Üzrən bil Quran daxaləl cihadu beyni və beynə. Döyüşlərdən çıxar, vaxt tapıb Quran-ı Kərimi asardı və deyərdi ki, ey Quran, səndən üzr istəyirəm, məni bağışla, cihad sənə mən arama girdi. Sən vaxtında oxuya bilmirəm, sən vaxtında baxa bilmirəm, deyərək ağlayırdı. Gör, Xalid bin Validin təəccübünə bax. Cihad mane olub ona Quran oxumağa. Biz nə deyəcək Quran-ı Kərimi açıb baxanda? Vaxtında oxumağa. Oxuya bilənlər hətta görsən ki, neçə günlər keçir, görsən ki, açıb Quran-ı Kərimi oxumur. O Quran ki, qiyamət günü şəfaətçilik eləyəcək. Muhammed sallallahu aleyhi ve sellem şikayət edəcək qiyamət günü. Və qalə Rasulü, ya Rab, innə qovm ittəxədu hədəl Qur'anə məhcura. Ya Rabbi, mənim qövmüm Quran-ı Kərimi tərk elədi, oxumadılar. Oxuyub ona əməlləmədilər. O Quran ki, Allah Teala Quran kəmdə buyurur ki, لَوْ أَنْزَلْنَا هَذَا الْقُرْآنَ عَلَى جَبَلٍ لَرَأَيْتَهُ خَاشِعًا مُتَصَدِّعًا مِنْ خَشْيَةِ اللّٰهِ. Eğer bu Quranı Allah Teala dağlara indirseydi, onun ağırlığından, onun yükünün ağırlığından dağlar parça-parça olardı. Lakin insan zalim və cahildir. Fikir vermir Quran-ı Kərimə, onun içindəki ayələri bəzən oxuyur, tədəbbürləmir, fikirləşmir. Ona görə qardaşlarım, Quran-ı Kərimdə Allah Teala bizim necə yaşamağımız lazım olduğunu göstərir. Bəzən Allah Teala öncəki ümmətlərdən bizə misallar çəkib, onların başına gələn hadisələrdən danışıb Allah Teala. Və Muhammed sallallahu aleyhi ve sellem geniş sahabələrinə məlumat verib o baş verən hadisələr barədə. Bunlar hamısı ibrətdir. Bunlar hamısı ibrətdir. Əgər sənə də imtihan gəlsə, o imtihanın qarşısında özü necə aparacaqsan, necə səbir, səbat göstərəcəksən, dəvətli olacaqsan, sənə də çətinliklər üz verəcək. Əgər Quran-ı Kərim oxuyan olsun, dizlərin, qədəmlərin sabit olacaq. Nə fitnə gəlir gəlsin, nə küləyi əsirsə əssin, yerində dağ kimi dayanacaqsan. Ona görə qardaşlarımız daim oxuyub üzərindən keçdiyimiz surələrdən biri Buruc surəsi. Çoxlarımız oxuyuruq. Əgər onda olan faydaları, o surədə uxdud əhli, qutilə əshabul uxdud, uxdud əhli öldürüldü. O mənasını bilsin. Orada Allah Teala qəsd nədir, uxdud əhli kim idi? Nə baş verirdi orada? O padşahın yandırdığı diri-diri
oda atdığı insanlar kim idi, məlumatın olsa, o zaman sənə gələn o fitnələr hamısı yüngül olacaq gözündə. Rahat aşırdacaqsan. Yox, əgər Quran-ı Kərimdən məlumatın olmasa, xəbərin olmasa, az bir külək, Allah qorusun, görəcəksən ki, qabağında dayana bilmirsən, fitnələrin qabağında dayana bilmirsən. Ona görə Osman radiyallahu anh deyir ki, əgər qəlbləriniz təmiz olsaydı, Quran-ı Kərimi oxumaqdan doymazdınız. Qardaşlarım, öncəki ümmətlərdən Muhammed sallallahu aleyhi ve sellem Suheyb Rumi radiyallahu anh'ın rəvayətində buyurur ki, öncəki ümmətlərdən, Bəni İsraildən, çoxlarınız bilirsiniz bu rəvayəti. Sadəcə biz bu rəvayətin, bu qıssənin üzərindən qısa keçib, orada bəzi faydalar var. Şeyx Hüseymin tələbələrindən deyir ki, mən müasir alimlərdən, Şeyx İbn Hüseymin kimi ayələrdən, hədislərdən faydalar, istinbatlar çıxardan birisini görmədim. Bəzən elə olur ki, bir ayəni deyir, neçə də oxuyurduq, oradan heç Şeyx Hüseymin bir dəfə baxırdı, görürdün ki, nə qədər faydalar çıxardır. Və rəvayət olunur ki, öncəki ümmətlərdən bir padşah var idi. O padşahın, bilirsiniz, padşahlar həmişə yanlarında sehirbazlar saxlayırdılar. O sehirbazların sözləri ilə əməlləyirdiler. Bir səfərə çıxanda, əgər sehirbaz deyirdi ki, çıxırdı, filan yerlə döyüşirdi, çıxmırdı. Hətta evlənməyini ondan soruşurdular. Əgər qoymurdusa sehirbaz, evlənmirdilər. Və bu sehirbaz qocalır və padşaha deyir ki, mən artıq yaşlanmışam. Mənim üçün bir cavan tap, işlərimi ona öyrədim. Mən ölüb gedəndən sonra bu iş davam eləsin. Padşahın yanında, yəni bir sehirbazın olsun. Alimlər deyir ki, Şeyx Hüseymin rahmanullah deyir ki, baxmayaraq ki, ona küfrü öyrədirdi. Bizim buradan götürəcəyimiz fikir ver. Dedi ki, cavan, uşağın birini gətir, cavan uşaq. Çünki qardaşlarım, uşağın öyrəndiyi elm sanki daşa yazılır. Qocanın yaşlının öyrəndiyi elm dəniz qırağındakı o qumun üzərinə yazılmış kimi bir şeydir. Bir dənə ləfə gələn kimi yol oxaracaq. Amma uşağa əgər uşaqlıqdan İslamını öyrətsin, dinini öyrətsin, hədisləri, Quran-ı Kərimi, sünnəni öyrətsin, sanki daşa yazmışsan. Elə daşlar tapılır ki, görürsən ki, nə qədər ömrü var, 5 əsr, 10 əsr bundan qabaq yazı yerindədir. Gəlirlər, oxuyurlar, tərcümə edirlər. Uşağın zehni də elədir, qardaşlar. Və ona görə uşaq tələb edir. Və bir dənə uşaq istedadlı bir uşaq, cavan gətirib tapırlar, verirlər sehirbaza. Və sehirbazın yanına neçə dəfə gəlir, qayıdır, sehiri öyrənməyə başlayır. Və bir dəfə də keçəndə görür ki, yaxınlıqdan bir səs gəlir, yaxınlaşır, görür ki, bir dənə yaşlı kişidir. Nəsə dua eləyir, nəsə oxuyur, əyilir, durur. Və bu hərəkətləri, bu sözləri qəribə gəlir bu zamana. Yaxınlaşır, deyir ki, nə edirsən sən burada? O ağsaqqal da mömin idi, iman gətirmiş biri idi. Başlayır onu dəvətləməyə. Təvhidə dəvətləməyə fürsət idi. Fürsətdən istifadə eləyir. Deyir ki, ey zaman sən kimsən? Hara gedirsən hərdə? Deyir ki, mən sehri öyrənməyə gedirəm. Fürsətdən istifadə edir, başlayır ona təvhidi öyrənir. Allah Taala'nın təkliyini öyrədir. Və elhamdülillah Allah Taala'nın hidayət nuru o cavanın qəlbinə oturur. Və qəbul edir. Və hər dəfə oradan keçəndə rahibdən biraz elm alır. Həm gedəndə, həm qaydanda. Amma hər dəfə gecikirdi. Gecikəndə sehirbaz hərdən döyür ki, gecikirsən dərsə. Evə də gec gələndə evdən danlayırdılar, vururdular. Və gəlir həmin iman gətirmiş o yaşlı kişiyə deyir ki, mən gecikəndə mənə döyür sehirbaz. Deyir ki, sehirbazın yanına gedəndə dinən ki, evdən gec bıraxdılar. Evə gecikəndə dinən ki, sehirbaz gec bıraxdılar. Beləcə bu vəziyyətdən çıxır və dinini öyrənir, təvhidi öyrənir. Təvhidi öz qəlbində bərkidir. Və qardaşlarım, bu ünvanla bir dəfə də sehirbazın yanına gedəndə görür ki, vəhşi bir heyvan yolu kəsir, insanlar gedə bilmir. Bəzi rəvayətlərdə deyirlər ki, şir idi, böyük bir şir idi. Və cavan yerdən bir daş götürür. Deyir ki, Allahım, əgər bu rahibin etdikləri sənə, sehirbazın etdiklərindən daha sevimlidirsə, bu heyvanı öldürməm bu daşıma. Fikir ver, alimlər burada deyir ki, Şeyx Hüseymin, Allah ona rəhmət eləsin, deyir ki, həm istixarə idi, həm də təvəkkül idi, amma
Birbaşa demədi ki, Allahım, əgər o düzdürsə bunu vur, öldür bu Əsədi, şiri. Götürdü yerdən balaca bir dənə daş. Hamı bilir ki, o balaca daş o boyda şirə hiss eləyən deyil. Çünki ondan qabaq da vurmuşdular. Yəqin ki, oxlar atmışdılar, daşlar atmışdılar. Təsiri yox idi. Ona görə təvəkkül səbəblərdən tutmaqla olur. Muhammed sallallahu aleyhi ve sellem buyurur ki, əgər siz də Allaha haqqı ilə təvəkkülləsiniz, Allah Teala sizi ruzlandırar, quş necə evindən, yuvasından at çıxır və tox qayıdır. Fikir verir, alimlər oradan deyirlər ki, hədisdə incəliyə fikir verir. Muhammed sallallahu aleyhi ve sellem nə dedi orada? Səbəbi qeyd edir. Quş evdən çıxır. Bəzi qardaşlar var, iş yoxdur, borc vurur, başdan aşır, daşır, iş yox falan, oturur evdə və yaxud da oturur meçiddə. Səbəbdən tut, ged ginən işə. Ged işə, ağır da olsa, sən səy elə, sən səy göstər, Allah Teala çıxardacaq. Ona görə Ömər radiyallahu anh girirdi meçiddə, bəzən cavanları çıxardırdı oradan. Deyirdi, gedin işdir. Səbəblərdən tutun. O zaman təvəkkül, həqiqi təvəkkül olur, səbəblərdən tutanda. Və o daşı atır, əlhəmdülillah, daş o heyvana dəyən kimi heyvan ölür. Və insanlar yolun davam edir, yoldan keçməyə başlayırlar. Və bu cavanın etiqadı, qəlbindəki o tohidin hissi, Allah Teala'ya olan sevgisi bu hadisədən sonra daha da artır. Daha da sabit qədəm olur. Və gəlir bu hadisəni həmin o kişiyə, ağsaqqala iman gətirəni danışır. Kişi deyir ki, bu günləri sən məndən daha xeyirlisən. Bu gün sən məndən daha xeyirlisən. Kişi məhətər qalır ki, Allah akbar. Bunda olan imana, bunda olan təvəkkülə yəqinliyə var. Ona görə qardaşlarım, ola bilər ki, dəvəti balaca bir sözlə də olsa heç vaxt əsirgəmir. Heç vaxt əsirgəmir. Muhammed sallallahu aleyhi ve sellem buyurur ki, məndən bir kəlmə də olsa danışın. Ola bilsin ki, sizin danışdığınız, orada eşidən səndən daha fəhmli olsun. O sözü, danışdığın o hədisdə olan mənanı daha gözəl başa düşsün və insanlara çatdırsın. Ola bilsin ki, səndən sonra dəvət o adamın əli ilə yayılsın. Fikir ver, o rahib neçə ildir orada gizlin ibadət edirdi. Amma Allah Teala gələcəkdə bu cavanın əli ilə yayacaqdı dəvəti. Və bunun xəbəri şəhərə yayılır. Sonra o Allah Teala tərəfindən ona kəramət verildi. Duası qəbul olunan insanlardan oldu. Hətta körlər gəlirdi, onun üçün dua edirdi və mütləq dəvət verdi. Deyirdi ki, şəfanı verən mən deyirəm. Allaha dua elə. Mən də səhəsin Allaha dua eləyəcəm və tohidi qəbul elə. Çünki qardaşlarım, həmin şəhərdə, həmin o padşah özün Allah elan eləmişdir. O deyir ki, yaradan mənəm, öldürən mənəm, dirildən mənəm, sizin ilahınız mənəm, sizə ruzunu verən mənəm. Və insanlar da buna etiqad eləmişdir. Çünki o sehirbaz hərdən sehir eləyirdi, insanlar allanmışdı, elə bilir ki, həqiqi də ilahdır. Və tohidi qəbul edirlər insanlar yavaş-yavaş, cavanın səbəbi ilə. Çünki hər gələni dəvət edirdi. Və qardaşlarım, sarayda həmin o padşahın yanında bəzi rəvayətlərdə gəlir ki, vəziri idi, kör idi. Və bu xəbər ona da çatır, gəlir bu cavanı tapır, çoxlu mal, dövlət. Vəzir idi, imkanına da belə. Götürür, gəlir qızıl, pullar zat götürür, gəlir. Deyir ki, mənim gözümə əgər işıq versin, nur versin, bütün bu mallı dövlətimi hamısını səhv verəcəm. Mal dövlət olmayandan sonra bu vəzirliyi nəyə lazımdır? Yox, göz. Göz nuru olmayandan sonra bu mal dövlət nəyə lazımdır? Hər şeyi verməyə hazır idi. Və gəlir, cabana deyir ki, hər şeyimi verirəmsə, deyir ki, vallahi, mən sənin heç bir şeyin lazım deyil. Gözə nuru verən Allahdır. Allah sənin və mənim Rəbbimdir. Onu dəvətlədir. Əgər bu dini qəbul eləsin, o padşahın ilahlığın, ona küfür eləyib, Allah Teala'nı təsdiq eləsin, mən Allaha səhəsib dua eləyəcəm, Allah Teala gözü yaşacaq. Və o qəbul eləyir, iman gətirir və Allaha dua eləyir, cavan onun gözü açılır. Və bu da gedir saraya və padşah baxır ki, onun gözü açılır. Gəlir, yaxınlaşır buna, deyir ki, görməyə başlamışsan, deyir ki, bəli. Deyir ki, maçdır gözü. Deyir ki, Allah. Deyir, məni nəzərdə tutursan, gör, qardaşlarım, tohidsizlik, küfür, gör insanı nə qədər kör eləyir. Bədbəxt, xəstə, sən özün bilmirsən, onun gözünü sən açmamısan. Deyir, məni qəsdirsən, ilah mənə bax. Deyir ki, sənin də, mənim də Rəbbim olan Allahdır, o mənə şəfa verir.
Öldürən, dirildən odur, ruzunu verən odur. Və padşah tutur onu başlayır əziyyət verməyə. Deyir ki, kim öyrədib bu şeyləri sən? Və əziyyətə dözmür. O cavanı göstərir. Cavanı tutub gətirirlər saraya və ona əziyyət verirlər. O cavan da həmin o rahibin yerindir. Gedirlər rahibə əziyyət verirlər. Deyirlər ki, dinindən dön. Çoxlu əziyyət verirlər, amma dinindən dönməyir. Şeyx Abdurrazaq, Allah onu qorusun, böyük hədis alimi Şeyx Abbadın oğludur. Allah atasına da, oğluna da rəhm eləsin, Allah qorusun onları. Şeyx Abdurrazaq bu yerin danışanda deyir ki, qardaşlar, bu ümmətə Allah Taala'nın rəhmətindən əgər zərurət, ikrah halındasansa, dözülməz bir haldasansa, dininə görə əgər sənə əziyyət verirlərsə, dözə bilmirsənsə, onların dediyindən qismən nəsə eləyə bilərsən ki, səni bıraxsınlar əziyyət. Çünki Ammar radiyallahu anh, Ammar ibn Yasir, bilirsiniz də isti qumların üstündə ona əziyyət verdilər, döydülər, qara ağır daşları onun üzərinə qoydular və dözə bilmədi. Ağzından küfür kəlməsi çıxdı və buraxdılar, öldürmədilər. Gəldi, qəlb narahatdır. Gəldi Muhammed sallallahu aleyhi ve sellem yanına dedi ki, ya Rasulullah, ağlayırdı. Dedi, ya Rasulullah, dözə bilmədim. Onların dediği o sözü dedim. Muhammed sallallahu aleyhi ve sellem dedi ki, ey Ammar, dilin göstərilir, bığla dedin, yoksa qəlbin göstərilir, yoksa bığla dedin. Bir şey ya Rasulullah, dilimdeydi, qəlbimə düşməmişdi. Bir şey ey Ammar, bir də gedib döysələr, əziyyət versələr, yenə dedi. Allah Taala bağışlayır. Quran-ı Kərimdə ayə nazil olmuş. Allah Taala ikrah altında olanda Allah Taala bağışlayır. Amma öncəki ümmətlərdə bu yox idi. Bu yox idi, qardaşlar. Onlar ya Allah qorusun dindən dönməliydilər, ya da o cür öldürülməliydilər. Və padşah qəzəblənir, görür ki, dinindən dönmür, mişar gətizdirir. Sən həmin zamanın mişarın bir fikirləş, necə olacaq? İki tərəfdən düz, başından, axıra qədər ortadan böldürür. Amma dinindən dönmür. Sonra gəlir, həmin o vəziri də, ona da bir ki, dinindən döyür, əziyyət verir, dönmür. Onu ortasından böldürür. Sonra cavanı çağırır. Deyir, indi sən gəl. Ona da çoxlu əziyyət verir. Deyir, dinindən dön yenə. Və o cavan nə qədər əziyyət verir, dinindən dönmür. Və o rəvayətdə gəlir ki, padşah deyir ki, aparın bunu hündür bir dağın üstündən atın. Çıxırlar hündür bir dağın üstünə. Allah Taala dua edir. Həmin cavan dua edir. Deyir ki, Allahım, özün istədiyin şəkildə məni xilas elə, mənə kifayət elə. Qısa bir dua. Fikir verir, qardaşlar, həmişə peyğəmbərlərin, salihlərin duasına fikir verir. Öz dualarınızda peyğəmbərlərin, salihlərin duası kimi dua edir. Qısa, amma geniş mənalı. Deməli, ya Rabbi, bunlar mən dağın üstünə çıxardır, mən dağın üstünə sabit elə, onları öldür, mən saxlar. Allahım, istədiyin kimi mənə kifayət ol, qısa. Musa aleyhissalam o bir nəfəri öldürdü Fironun adamlarından. Gəldi Mədiyən tərəfə. Gələndə Mədiyənə qaçmışdı. Dedilər ki, Fironun adamları səni axtarır, öldürəcəklər. Gəldi Mədiyən tərəfə, gördü ki, bir dənə quyun başında çobanlar heyvanları sulayır. İki dənə də qız qıraqda dayanır. Gözləyirlər. Gəlir, yaxınlaşır. Çox həyalı, yerə baxa-baxa. Gəlir, deyir ki, siz nə gözləyirsiniz burada? Onlar deyirlər ki, bu adamlar heyvanları sulamıyoruz da, biz heyvanlarımızı sulaya bilmirik. Musa aleyhissalam onların heyvanını sürür qabağa, gedir, quyunun üstündə böyük bir dənə daş olur, az açılmışdı. O böyük, Musa aleyhissalam çox qüvvətli olur, qardaşlar. O quyunun üstündəki o daşı götürür, atır qırağa. Heyvanların hamısını sulayır. Sonra bizə lazım olan yeri orada, həmin qissənin içində Musa aleyhissalam o qızları yola salır. Gedir, oturur bir dənə ağacın altında dua edir. Deyir ki, ya Rabbi, səndən gələn xeyrə möhtazam. Qısa, 4 dənə kəlmə sözdür. Ya Rabbi, səndən gələn xeyrə möhtazam. Anında baxır ki, qızlar gəlir. Qardaşlarım, Musa aleyhissalam qorxu içindeydi. Öz şəhərin, yaşadığı yeri tərk eləmişdi. Evi yox idi yaşamağa. Yeməyi yox idi. Səfərdə idi, çöllərdə qalırdı. Evlənməmişdi, subay idi, evi yox idi.
dərhal Allah təala onun duasını qəbul edir. Qızlar qayıdır, deyir ki, atamız səni mükafatlandırmaq istəyir, bizimlə gəl. Gedir Musa aleyhissalam, orada da çoxlu ibrətlər var, ona girməyə mövzumuz başqadır. Şüeyb aleyhissalam olur. Bəzi alimlər deyirlər ki, Şüeyb aleyhissalam idi qızların atası. Ev də verir. Qızın birini də evləndirir, ona heyvanlar da verir, sığınacaq da verir. Bütün çətinlikləri aradan qalxdı, əlhəmdülillah. Bir dənə dua elə, ya Rabbi, səndən gələn xeyrə möhtazam. Ona görə baxmaq lazım peyğəmbərlərin və salihlərin dualarına hərdən. Və o cavan deyir ki, ya Rabbi, məni özün istədiyi kimi qoru bu zalimlardan. Yüngül Allah təala o dağı silkələyir, yanındakı adamlar yıxılır, sıldırımdan ölür, bu sağ, qayıdır gəlirlər saraya. Niyyətində, beynində, zehnində ancaq dəvəti tutmuşdur. Sona qədər gedəcəkdi bu dəvətdə. Çünki o padşah özünü ilah elan eləmişdir. Və o sübut eləməliydi ki, cəmaata, həqiqi ilah o deyil. Göylərin üzərində də həqiqi ilah, o gözə görünməz. Yağdıran, yerdən bitkini bitirən odur. Öldürən, dirildən odur, bu deyil. İnsanlara sübut eləməliydi. Və o padşah qəzəblidir. Və həm də biyabır olur. Neyinir, bunu öldürə bilmir. Və deyir ki, apar rakın bunu sahilə, dənizə, boğun orada. Gedirlər, biraz gedəndə həmin duanı gən edədir ki, ya Rabbi, istədiyin kimi mən xilasla bunlardan. Yüngül bir dalığı olur, Allah təala o yandakilərini atır, suyun içində boğur. Bu yanında qayıdır, gəlir padşahın sarayına. Padşah baxırsa bu ölmür. Xeyri yoxdur. Və bu zaman deyir ki, sən məni öldürə bilmərsin, mümkünü yox. Bir şərtlə məni öldürə bilərsən. Bütün şəhərin əhalisini hamı bir nəfər kimi topala bir dənə əraziyə. Mən sən deyəcəm, necə öldür, o zaman öldürəcəksən. O da istəyir ki, öldürsün. Və bütün şəhərin cəmaatın, əhalisini yığırlar. Və həmin cavan padşaha deyir ki, mən kisəmlə bir dənə oxun birini götür. Bismillah, Allahın adı ilə, bu cavanın Rəbbinin adı ilə, möhkəm səslə de və at. O zaman məni öldürə biləcəksən. Şah da baxır ki, xeyri yoxdur. Amma cavan dəvət üçün elə bir şərait, elə bir sözlər, elə bir mənzərə fikirləşmişdi ki, oradakı bütün şəhərin əhalisi hamı bilsin ki, bu həqiqi ilah deyil. Həqiqi ilah bu cavanın, bu viləmin sahibi olan, onu qoruyan Allahdır. Yəni bu deyil, padşah deyil. Və o padşah çəkilir biraz kənara, möhkəm səslə qışqırır, deyir ki, bu cavanın Rəbbinin adı ilə deyir, atır və onu sudur deyirlər, qulaqla gözün arası gizgah. Oradan batır və cavan dünyasını dəyişir. Qardaşlarım, orada olan bütün şəhərin əhalisi, əksəriyyəti demək olar ki, hamısı iman gətirir. Hamı bilir ki, həqiqi ilah budur. Bu indiyəcə bunları alladırmır. Həqiqi ilah bu cavanın Rəbbidir. Alimlər deyirlər ki, baxın qardaşlar, bu hadisə bir günün içində oldu. Səhər kafir olan insanlar axşama hamısı mömin idi. Özlə elə bir mömin ki, onların başına elə bir oyun açdı, elə bir müsibət gətirdi ki, həmin padşah. Onların o imanından zərrə qədər təsirləmədi. Hətta o da atılmağa razı oldular, amma dinlərindən dönmədilər. Sən imana bax. Sən gəlibdə təsdiqə bax. Allahı tanımağa bax. Və o cavanın Allahı tanıtdırmağına bax. Şah qəzəblənir, deyir ki, böyük bir çuxur qazın və xırda çörsök toplayın, yandırın. Bunların hamısını, kim ki dinindən döndür, hamısını atırlar. Və yandırırlar. Hamısını iman gətirənlərin hamısını. Heç bir də dinindən döndür, hamısını atırlar. Və sonunda bir dənə qadın gətirirlər, uzağında körpə uşaq var idi. Qadın gəlib odun kənarına çatanda əyrini saxlayır, körpəsinə baxır, rəhm eləyir. Allah Taala körpəni danışdırır anasının uzağında. Deyir ki, ey ana, haqq üzərində sən sabit ol.
Allah akbar. Ana qucağında beşikdə 3 dənə uşaq danışır. İsa aleyhissalam həmin bu uşaq, bir də Cüreycin əhvalatındakı o uşaq bilirsiniz. Və elhamdülillah anası özünü atır. O da onlar üçün sərin idi. O da onlara heç bir əziyyət vermədi, əzab vermədi. Amma elhamdülillah qəlblərindəki iman əbədi oldu. Fikir ver qardaşlarım. Bəzən alimlər deyirlər ki, sən azanlara təəccüblənmə heç vaxt. Sən neçə ildə o dağlar kimi sabit qalan insanlara təəccüblə. Bu sözü niyə dedim? Orada əzab verənlərdən indi biz kimisə tanıyırıq? Yox, hamısı gelirlər. Amma bizim tanıdığımız, ibrət götürdüyümüz o cavan və o da özün atıb imanından dönməyənlərdir. Sabit qalanları biz tanıyırıq. Oradan Allah Teala bizə xəbər verir ki, onlar uxdud əhli, o odu yandıran, əziyyət verənlər baxırdılar və möminlərin başına gələnlərə baxırdılar. Görün qardaşlarım, burada Buruc surəsində Allah Teala deyir ki, həmin o oda atanlar, əgər onlar da tövbə eləsə Allah Teala, tövbə edib ölsələr Allah Teala bağışlayacaq. Görün, Allah Teala nə qədər rəhman və rəhimdir qardaşlar. Buruc surəsində Allah Teala orada qeyd edir, onlara verəcəyi əzab haqqında danışanda yer boyu olarsın. Gör, rəhmanın nə boyda rəhməti var. Allah Teala Məryəm surəsində qəzəblənir. Onlar ki, Allaha evlad nisbətlədilər. Onlar Allaha evlad nisbətlədilər. Allah Teala deyir ki, az qala bu sözdən göylər parsalansın, dağlar göyə uçsun, toza dönsün. Allah Teala qəzəblənir. Amma iftira atdılar Allaha. Allaha evlad nisbətlədilər. Bu söyüş kimidir. Allah bizi qorusun. Bu söyüş kimi təhqirdir. Allaha evlad nisbətləmək. Amma orada da Allah Teala bu barədə danışanda deyir ki, əgər onlar da tövbə eləsə Allah bağışlayır. Gör Allah Teala nə qədər rəhman və rəhimdir qardaşlar. Və həmçinin qardaşlar, burada bizim götürəcəyimiz fayda o cavanın tövbədə dəvət eləməsidir. Hər kəsi, məsələn, kimsə gəlirsə onun gözünü açmağa və s. biraz tövbədən danışırdı. Allah Teala onu başa salır. Bu Yusuf Aleyhisselam'dan da bize Allah Teala danışanda bir o zaman Yusuf Aleyhisselam türmədə olanda gəldiler, onlar dediler ki, ey Yusuf, bizim yuxumuzu yok, eşitmişiz, sen yuxu yoksan. Dedi, gəlin otur, yuxunu sonra yazırsan. Başladı onlara tövbədə dəvət etməyə. Allah Teala'nın əzəmətini başa salmağa. Və dedi ki, ya sahibi sizin, ərbabı mütəfarriquna xeyrun, əmillahil vahidul qahhar. İzah edirdi onlara. Sizin bu qədər Allahlarınız xeyirlidir, yoxsa vahid olan, tək olan, qahhar olan Allah? Hər üz bir Rəbbə ibadət edirsiniz, bu qədər Rəbb olar. Necə Rəbb olur? Həm yiyir, həm içir, həm ayağına gedir. İhtiyacı var. Və belə qardaşlarım, elhamdülillah, Quran-Kərim mühümdür. Vallahi bunu oxumaq, onu tədəbbürləmək, əzbərlədiyimiz surələrin tərcüməsini oxumaq, can axkına, oxucuna, öyrən. Vallahi eyibdir, bir müsəlmansın, Quran-Kərimin üzündən oxuya bilməmək. Sən necə iman yap, necə müsəlman eyibdir, böyük demək eyibdir vallahi. Öyrənin, həmçində böyük savablar var. Muhammed sallallahu aleyhi ve sellem buyurur ki, hər hərfə bir savabdır. Ben demirəm ki, əlif, ləm, mim birdir. Lakin əlif birdir, ləm birdir, mim birdir. Hər hərfə, hər hərəkə bir savab qazanırsan. Gör nə qədər sən savablar itirirsən indiyə qədər. Öğlen qabaqda Ramazan gəlir. Allah Teala qardaşlarım bizi eşit faydalardan eləsin. Allah Teala bizi ağır imtihanlarla imtihan eləməsin. Eğer imtihan olsun, Allah Teala bizi sabit etsin. Allah Teala bizi eşit faydalardan eləsin. Və sallallahu aleyhi ve sellem ala nebiyyina Muhammed ve ala alihi ve sahbihi ecmaîn. Uzun olmuş.